Herkese salam. Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəlmisiniz. Əgər videolarımızı davamlı izləmək istərsinizsə, bəyən düyməsinə basıb abunə olmağı unutmayın. Bugün mən sizinlə birlikdə kartoflu piraşki hazırlanma qaydasını bölüşürəm. 2 stəkan ilıq suya 1 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, yarım stəkan duru yağ, 1 xörək qaşığı maya əlavə edib qarışdırıram. 2 stəkan yarım ələnmiş unu əlavə edib mikserin xəmir yoğurma funksiyasında xəmiri yoğurmağa başlayıram. Mən bütün xəmirləri bu üsulla mikser çırpıcı qabında yoğururam, yalnız döymə xəmirlərdən başqa. Xəmir artıq hazırdır, üstünü örtüb dinlənməyə qoyuram. Mən kartofu əvvəlcədən hazırlamışam, kartofu soyutma bişirib, yağ, soğan, zövqə görə duz istiot vurub hazır qoymuşam. İndi isə xəmiri kündələrə ayırıb içini doldururam. Artıq xəmiri hazırdır. İndi isə qızğın yağda qızardıram. Budur, piraşkilərimiz hazırdır. Siz də hazırlayın, nuş olsun.